Salam dostlar, bir daha salamlayıram hər kəsi. Mən Orxan Məmmədov. Növbəti dərsimə xoş gəlmisiniz. Davam eləyirik qaldığımız yerdən. Deməli, düzənlər mövzumuzda, bir öncəki mövzuda switch-in konfiqurasiyasının müəyyən hissələrinə baxdıq. Bu gün həm dərsimizi oradan davam eləyəcəyik. Qarşımızda paket tracer açıq vəziyyətdədir və bir ədəd switch əlavə eləmişəm. Və biz dünən qeyd etdik, bir PC də əlavə eləyək bura təkrar. Qoşulma məsələsini danışdıq ki, bizə birinci konsol kabel qoşulması lazımdır ki, biz bu switchə bir növ necə daxil olaq, akses edə bilək. Daxil olmuşduq kabeldən sonra PC-yə, buradan desktop bölməsindən, terminal proqramı üzərindən switchə daxil olmuşduq. Və eyni zamanda biz switchdə məsələlərə baxdıq ki, bizdə bir admin modu var və bizdə eyni zamanda enable admindir. Bu arada yəni in-də yaza bilərsiniz və yaxud disable deyilən əməliyyat var ki, bu da user modudur. Yəni siz buradan fikir verməlisiniz. Bu promptdakı bu user modudur və eyni zamanda bizdə admin modu da enable vasitəsindən olur. Eyni zamanda biz switch'in konfiq olunmağından biz hostname konfiqurasiyaya da baxmışdıq. Davam edək növbəti komandalardan. Deməli, configuration terminal yazaq daxil olaq. Deməli, burada nə görürsünüz? Bizdə burada konfig görürsünüz, fikir versəniz, prompt artıq çevrildi, konfig bölməsinə keçdi. Hardan ki, biz dünənlərin bir sual işarəsini vursaq, biz buradan bir hostname'in konfigurasiyasını eləmişdik. Yəni, adını dəyişmişdik switch'in. Və bununla qeyd etmişdik ki, sizin switch'inizin sayı çox olarsa gələcəkdə, mütləq şəkildə ad dəyişilməsi çox vacib rol oynayır name resolvinglərdə. Bugündən növbəti bir məsələyə baxaq. Deməli, biz burada bir qəribəlik görürsünüz yoxsa yox. Yəni sözümü nəyə gətirirəm? End yazaq, çıxaq. Exit yazaq, switchdən çıxaq. Yazır ki, press return to get started. Yəni deyir ki, enter düyməsini basın ki, siz daxil ola biləsiniz. Biz enter vuranda bizdən heç bir autentikasiya tələb eləmir. Nə password var, nə parol var, nə login var. Heç bir şey yoxdur. Bu düzgün bir şey deyil. Eyni zamanda enable yazan zamanda user moddan admin moda keçid eləyirəm. Yenə gördüyünüz kimi bizdən heç bir parol istəmir. Yəni production enterprise mühitlərdə bu böyük bir problem ola bilər. Yəni qısası siz switch'inizi parol vasitəsilə qorumalısınız. Bu yenə də keçir bir növ initial configuration hissəsinə, yəni ilkin konfiqurasiyaya. Bunu biz necə eləyərik? Configuration terminala daxil oluruq. Yenə qeyd etdiyim kimi dünən girmişdim. Configuration terminal bu bir növ global configuration moddur sizdə ki, bu bir jumping, belə də jumping hissə sayılır ki, bu yerdən, bu hubdan siz sağa sola, yuxarı aşağı gedə bilərsiniz. Bizə lazımdır dostlar bu konfiqurasiya. Yazırıq bura line COE hub vurduq. Line console 0. Bu nədir? Line konsol vasitəsilə siz switch'ə ilkin parolu qoya bilirsiniz. Yəni fiziki daxil olma zamanı switch'ə konsol akseslə kimsə konsol kabeli qoşdunuz, switch'ə daxil olmaq istəyirsiniz. O sizdən parol istəsin. Bu line hansı hissəyə uyğun gəlir? Təkrar bir daha da qeyd eləyək. Burada Ctrl+C-ni bastım. Terminate elədim sesiyanı. Show running config. Bura daxil olsaq biz və ən aşağılara space düyməsini sıxaraq düşsəm, line console 0 var. Və gördüyünüz kimi onun orada heç bir parol, heç bir şey təyin olunmayıbdır. Yəni biz həmin line-a, həmin hissəyə bir password təyin eləməliyik. Bu çox vacib məsələdir. Təkrar gedək. Configuration terminal line console 0. Daxil olduq config line hissəsinə artıq. Sual işarəsini sıxsaq, burada mövcud komandaların siyahısı çıxacaq və buradan hələlik mənə lazımdır bu password. Set a password. Yəni deyir ki, bu bölməyə parol qoy. Biz yazacağıq password və ürəyiniz istəyən parolu daxil eləyə bilərsiniz bir növ sistemə. Gəlin yazaq burada Cisco. Enter düyməsini sıxdıq. Parolu yazandan sonra mütləq şəkildə növbəti bu komandanı icra eləməlisiniz. Enable password checking. Yəni bir növ parolu yoxlasın. Login ki, sistem parolu yoxlasın və qəbul eləsin. Bitdi. Bir addım geriyə çıxmaq üçün exit yaza bilərsiniz və yaxud tam əvvələ qayıtmaq üçün end yaza bilərsiniz. End yazaq, tam əvvələ qayıdaq. Təkrar show running config eləyirik, enter, yenə space basaraq aşağılara düşürük. Artıq sizdə burada həmin bu passwordu göstərəcək. Yenə burada bir problem var. Bu password açıq plain text şəklindədir ki, bu yaxşı bir şey deyil. Yəni tutaq ki, siz bir konfiqə baxırsınız, başınızın üstündə də bir adam durubdur. Həmin adam tam rahat parolu görə bilər.
Yəni biz nə etməliyik? Parolu mütləq şəkildə şifrələməliyik. Bunun üçün nə edirik? Configuration terminal, service, password encryption. Fikir verdiniz mən necə yazdım? Bütün cümləni yazmağa ehtiyac yoxdur. SI tabu yazdıq. PE tabu yazdıq, bastıq. Service, password encryption və enter. Yenidən end eləyib çıxırıq. Yenidən show running config veririk. Yenə sonlara düşürük. Artıq sizin parolunuz müəyyən formada şifrələnib. Amma Cisco-nun özündə də kitablarda da adətən yazırlar ki, bu elə də yaxşı məsləhət görülən şifrələnmə metodu deyil, açığı. Okey, yoxlayaq. Exit eləyək çıxaq. Enter vururuq. Artıq bizdən həmin bu bir növ user authentication tələb eləyir və bizim də parol Cisco idi. Yazdıq və daxil olduq. İkinci məsələyə baxırıq. Yenə mən admin moda keçən zaman, privilege executable moda keçən zaman məndən password istəmədi. Bunu həll etmək üçün siz yenə configuration terminala girəcəksiniz. Fikir verirsinizsə, bütün əməliyyatların bir növ 80-90%-ni mən configuration terminaldan eləyirəm. Deməli, belə bir şey yazacaqsınız. Komanda bundan ibarətdir. Enable secret. Və bura bir parol təyin eləyək. Yazaq bura class. Bu bizim olacaq real parolumuz. Bu isə bizim əmrimizdir. Enter. Burada artıq login yazmağa ehtiyac yoxdur. Bu real time bir növ qəbul eləyir. End, sistemdən çıxdıq. Show running config veririk. Artıq mənim admin mora daxil olmaq üçün parolum buradadır və avtomatik olaraq şifrələnibdir. Hətta mən ilk öncə service password encryption komandasından onu icra etməsəm belə bu sizə şifrələnmiş gələcək. Yəni bu ən məsləhətli görülən şifrələmə metodudur. Yoxlaya bilərik. Disable eləyək, user moda qayıdırıq. Təzədən enable eləyək, admin moda keçirəm, məndən parol istəyir ki, bu tam düzgün bir variantdır və bizim parolumuz class idi. Növbəti bir məsələ. Configuration terminalda bizdə bir də enable password deyilən bir komanda var. O burada bir parol yazaq. Okey, burada yazaq, tutaq ki 1, 2, 3, 4, 5. Enter vurduq. Okey, burada bir login icra eləyək. O üzr istəyirəm, burada login ehtiyac yoxdur, unutmuşdum. Deməli, end eləyək çıxaq. Show running config. Bunların hər ikisi admin moda daxil olmaq üçün istifadə olunan parollardır. Sadəcə olaraq bu zəif şifrələmə iləndir. Bu daha güclü. Və kitab da deyir, zaten Cisco-nun da rekomendi odur ki, enable secret ilə getməlisiniz. Bu nə zaman lazım ola bilər? Enable secret-dən əvvəl bu istifadə olunubdur. Legacy cihazlarda, legacy desək, köhnə bir növ əməliyyat sistemli Cisco switchlərində enable password keçərlidir. Amma enable secret hal-hazırda istifadə olunan ən güclü bir növ sistem sayılır, şifrələmə metodu sayılır. Növbəti məsələ, bunların hər ikisi aktiv olarsa, yəni bu da var, bu da var. Bu adətən sisteminin sualında da düşür, səhv eləmirəmsə. Hansı istifadə olunacaq? Gəlin yoxlayaq. Exit eləyək, çıxaq. Birinci burada parolumuzu yazaq. Admin moda daxil oluram. Yazaq 1, 2, 3, 4, 5. Şimdi mən klaviaturda yazıram onu. Qəbul etmədi. Bir daha. 1, 2, 3, 4, 5. Qəbul eləmədi. O birisini yazaq. Parolumuz class idi. Class. Götürdü. Deməli, bu o anlama gəlir ki, sizdə hər ikisi aktiv olsa, istifadə olunacaq bu birinci line. Oldu. Bu birinci line sizdə istifadə olunacaq. Belə. Növbəti daha bir məsələ. Configuration terminalda belə bir komanda var. Banner message of the day. Mod-D. Və bura biz banner yazaq. Məsəl üçün hello world. World of network. Nəsə. Enter vurduq. End elədik, çıxdıq. Və exit elədik, switchdən də çıxdıq. Enter vururuq, sizə belə bir notification çıxardır. Bu ilk baxışdan sadə bir şey kimi görsənə bilər, əslində amma çox vacib bir məsələdir. Çünki həm bir növ təhlükəsizlik məqsədləri üçün istifadə olunur. Kimsə qanunsuz sizin switchinizə bir növ hack eləməsin, daxil olmasın. Eyni zamanda siz özünüz bilirsiniz ki, hansı switchə daxil olursunuz. Məsələn, ki, hal-hazırda hansı switchin konfigurasiyasını. Bir növ salamlama hissəsini bildirir. Belə, okey, bugünlük də bu qədər dostlar. Bir
bir daha daxil olaq. Növbəti dərslərimizdə biz bu məsələyə baxacağıq, interfeyslərə. Bu məsələyə baxacağıq, VLAN 1 nədir və bu məsələyə baxacağıq. VTA virtual konfiqurasiyalara. Switch-in switch virtual interfeysin konfiqurasiya olunmasına ona SVI deyirlər və bir SSH access məsələsinə baxacağıq. Hələlik bu qədər. Növbəti dərsdə davam eləyərik. Hələlik.